Salam, bugün Kaspi Test Bankından 6-cı fəsil impuls, enerji, saxlanma qanunları və mexaniki iş güc bölməsinə baxırıq. Sual 1-də eyni istiqamətli vektorlar hansılardır? Baxaq. Sürət və təcil. Sürət və təcil əgər yeyinləşəndirsə eyni ola bilər, yavaşlayandırsa yox. Yəni bunu konkret doğru götürə bilmərik. B-də sürət və impuls. Bəli, sürət və impulsuz istisnasız hər zaman eyni istiqamətdə olur. 2-də MV nədir? İmpuls. İmpuls harda var? Baxaq. Cismin impulsu. Baxın, burada impulsun dəyişməsi başqa şeydir. İmpuls başqa şeydir. Onu da qarışdırmayaq. Gəldik 3-cü suala. Baxın, elə 3-cü sualda bizə nə deyir? Qüvvə impulsunu deyir. Qüvvə impulsu impulsun dəyişməsidir. Yəni Ft bərabərdir qüvvə impulsuna ilə. Qüvvə impulsu nəylərdən asılıdır? F-dən və T-dən. Cismə təsir edən qüvvədən və onun müddətindən. 4-cü sualda müəyyən hündürlükdən üfüqi istiqamətə atılmış cismin trayektoriyası göstərilmişdir. Trayektoriyanın A nöqtəsində cismin impulsu hansı istiqamətə yönəlmişdir? İmpulsu deyirsə, deməli biz sürətin istiqamətinə baxacağıq. Baxın, A nöqtəsində cisim hansı tərəfə hərəkət edər? Baxın, bu istiqamətdə hərəkət varsa, deməli sürətin istiqaməti bu 5-dir. Elə deməli impulsun da istiqaməti 5-ə bərabərdir. 5-ci sualda müəyyən hündürlükdən üfüqi istiqamətdə cisim atılır. Uçuş müddəti ərzində onun impulsunun dəyişməsi hansı istiqamətdə olur? Baxın, impuls dəyişməsi deyirsə, artıq Ft-dən söhbət gedir, MV-dən yox. Onda impuls dəyişməsi F-in istiqamətində, qüvvə istiqamətində olur. Bir cisim yerə düşəndə, ümumiyyətlə bir cismə təsir edən hansı qüvvə var sərbəst düşən bir cismə? Ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi də hər zaman aşağıya doğru olur. Trayektoriyanın forması fərqli olsa da. Yəni, trayektoriya sürətə görədir. 6-da verilmiş cismin impulsun onun hərəkət sürətindən asılı qrafiki MV olduğu üçün düz asılı olar. Bu da var. 3-də B variantı. 7-də topun döşəmə ilə elastiki zərbəsi zamanı onun impulsunun dəyişməsinin modulunu və istiqamətini müəyyən edin. Əvvəla, başlanğıcda gəlin belə eləyək. İmpulsun dəyişməsi deyirsə, gəlin düsturumuzu yazıq. İmpuls dəyişməsi nə idi? F vurulsun T, o da bərabərdir delta P-yə. Baxın, hal-hazırda Ft-dən söhbət getmədiyi üçün biz delta P-dən istifadə edəcəyik. Delta P nə deməkdir? Son impuls sıxılsın başlanğıc impuls. İndi son impuls nədir? Bax, budur. Sonu olduğu kimi saxladıq. Başlanğıc impulsun qarşısında mənfi var. Görürsünüzmü? Çıxılsın var. Ona görə başlanğıc impuls əslində bu istiqamətdədir. Bu çıxılsın söhbətinə görə biz onun işarəsini dəyişirik bu istiqamətdə. Və buradakı impuls da MV-dir, buradakı da MV-dir. Aradakı dərəcədə, baxın indi, neçə dərəcə ilə düşüb bir dəqiqə? Modulunu və istiqamətini müəyyən edin. Dərəcəni verməyibsə, onda düsturla gedəcəyik. Onda nə edirik? Yazırıq ki, 2MV, baxın, MV, MV. 2MV kosinus alfa. İstiqamət olaraq da ikisinin tən ortasından əvəzləyici olaraq da seçə bilərik. Bu da var D variantında. 8-ci suala baxaq. Joule-nun yerinə nə yaza bilərik? Məsələn, iş düsturu yazarıq, enerji düsturu yaza bilərik. Elə gəlin MV kvadratı ilə olan M, V kvadratı bölünsün 2-ni. Onsuz da burada 2-yə ehtiyac olmur. Joule-nun yerinə MV kvadratını yazdıq. Kiloqramın da yerinə M yazdıq. Baxın, burada 2 dənə V oldu, 2 də M oldu. Kökün altından bir M, bir V çıxır. Bu da bizə verəcək impuls. Gəldik digər suala. Yenə də M, V kvadratını yazırıq. Aşağıda da var bir dənə M. M-lər ixtisar gedəndə yerdə qalır V-nin kvadratı, V də çölə bir dənə çıxır sürət kimi. 10-cu sualda Joule-nun yerinə yenə də MV kvadratı yazırıq. Vurulsun T saniyə. Aşağıda var kiloqram, vurulsun metrin kvadratı. Baxın, buradakı bu M kiloqram olduğu üçün bunları ixtisar elədik, getdik. Sonra, burada baxın, nə var başqa? Məsələn, M bölünsün V bizə nəyi verirdi? Yəni, məsafə bölünsün sürət bizə nəyi verirdi? Zamanı. Onda M-in kvadratını V-nin kvadratına böləndə burada yaza bilərəmmi T-nin kvadratı? Baxın, T-lərin də biri ixtisar gedəndə yuxarıda qalır 1, aşağıda qalır 1T. Bu da bizə nəyi verə bilər? Tezliyi verə bilər. 11-ci sualda F delta T bizə nəyi verirdi? Qüvvə impulsunu və ya impulsun dəyişməsini. Qüvvə impulsu var, C variantı.
12-ci suala baxaq. İki cisimdən ibarət sistemin impulsunun modulu nəyə bərabərdir? İndi, baxın, 2 dənə cisim var. Burada suala diqqət edin. Soruşa bilər birinci cismin impulsu, soruşa bilər ikinci cismin impulsu və sistemin impulsu. Sistemin impulsu deyirsə, bunların cəbri cəmini tapırıq. Birinci cismin impulsu 3 mv və müsbət. Niyə? Çünki sağa doğru gedir. X ox istiqamətində. İkinci cismin impulsu 4 mv, mənfi 4 mv. Baxın, 2 vur 2-dən 4, ancaq sol tərəfə getdiyi üçün mənfi. Bunların da cəbri cəmi bizə verəcək mənfi mv-ni. Modulda dediyi üçün eləcə mv götürürəm, B variantı. Əgər modul deməsə, istiqamət desə, sol tərəfəni götürə bilərdik. 13-cü sualda. İki cisimdən ibarət sistemin impulsunun modulunu təyin edin. Yenə də sistemin impulsundan söhbət gedirsə. Baxın, impulsun biri sağ tərəfə doğrudur. Bunları bu başlanğıc hissələrini bir yerə gətirmək lazımdır. Burada oldu 3 mv. Görürsünüzmü? Bax, 3 mv. Sonra biri də yuxarıya gedir. Bu da oldu 2 vur 2-dən 4 mv. Düzdürmü? Və aradıcı 90 dərəcə varsa, onda bunların əvəzləyicisi nəyə bərabər? Tən ortadan çıxardırdıq. 4 ilə 3 90-da bizə nəyi verirdi Pifaqorda? 5-i verirdi. Deməli, əvəzləyicimiz 5 mv-yə bərabərdir. D variantı. 14-də ikinci cisimlə bağlı hesablama sistemində birinci cismin impulsunun qiymət və istiqamətini müəyyən edin. Baxın, indi burada vəziyyət dəyişib. Bax, verilənlərə, şərtə mütləq diqqət eləyin, nəyi soruşduğuna. Bax, gör bizə nə deyir? İkinci cisimlə bağlı hesablama sistemində artıq nisbi sürətə görə, nisbi sürətə necə işləyirdiksə, bunda elə işləyəcəyik. Kimə görə? İkinciyə görə. Onda ikincinin istiqamətini dəyişirik. Sağa getmir, biz onu sola doğru eləyirik. Çünki ona nəzərəndir. Ancaq birinci olduğu kimi qalır. İndi baxaq. Birincinin impulsu bərabərdir müsbət mv-yə. Niyə? Çünki sağa doğru gedir. İkincinin impulsu bərabərdir 4 vurulsun 1-dən 4 mv-yə. Hansı? Mənfi 4 mv-yə. Çünki axı biz nisbi olduğuna görə, yəni nisbət soruşduğuna görə bunu tərsinə çevirdik. Bunun da yekunda cavabı nə olacaq? Müsbətlə mənfi olacaq. Mənfi 3 mv. İndi 3 mv varmı? Var. Mənfi də x oxun əksi deməkdir də sol tərəfə doğru. İndi sol tərəfə doğru 3 mv harda var? C variantında. On beşdə. Birinci cisimlə bağlı hesablama sistemində. Bu dəfə birinci cisimlə bağlı deyirsə, biri tərsinə çevirirəm. Deməli, sol tərəfə doğru bir dənə buradan mv var. Mənfi yazaq şərti olaraq. Bir dənə də buradan 4m var. Bir dənə də mənfi 4m var. İkisi də sola doğru getmiş oldu. Və onların cəmi yekunda mənfi 5m elədir. Mənfini yenə deyirəm, solu göstərmək üçün deyirik. Bu da var B variantında. Gəlirik 16-cı suala. Eyni müddət ərzində cisimlərin impulslarının dəyişmələrinin modullarını müqayisə edin. Baxın indi. İmpuls, bayaqdan impuls deyirdi, biz də impuls axtarırdıq. İndi impuls dəyişməsi deyirsə, artıq impuls dəyişməsi T-dir. Artıq yəni V-yə baxmırıq, P-yə baxmırıq. Onda eyni müddət deyirsə, zaman hər kəs üçün eynidirsə, qaldı F. F-lə asılıdır. Baxıram ki, F də hər kəs üçün eynidirsə, deməli, elə impulslar da hər kəs üçün eynidir. Onda bu da olacaq Y variantı. Davam edək. 17-də. Eyni müddət ərzində cisimlərin impulslarının dəyişməsini müqayisə edin. Yenə də impuls dəyişməsi deyirsə, biz FT-yə baxırıq. Burada zaman yenə də eynidir. Qaldı bir dənə F. Baxıram, F hansında böyükdür? İkincidə 2 dəfə böyükdür. Onda 1-i 2-yə vuraram. Bu da olar D variantı. 18. Eyni impulsa malik cisimlərin hərəkət sürətləri arasındakı hansı münasibət doğrudur? Baxaq. Eyni impulsa malikdirsə, deməli P1 bərabərdir P2-yə. Onda M1V1 bərabərdir M2V2-yə. İndi baxın, deməli cisimlərin, bax indi bərabər olması üçün gəlin neyniyək? Baxıram ki, M-lə, baxın P-lər bərabərdirsə, M-lə V tərs asılıdırsa, onda yazaram M1 bölünsün M2 bərabərdir V2 bölünsün V1, çünki tərs asılıdır. Buradan da M1-in yerində var nə? M bölünsün 2. Bəs aşağıda M2-nin yerində nə var? 4M. Bax, bu ifadəyə əsasən yaza bilərəm ki, V2 bərabərdir. Burada ixtisar aparanda M-ləri yerdə qaldı mı? 1/8. Bu V-ni də bura vurma kimi atanda olacaq V1
Aşağıda da var 8. Hətta 8-i də gəlin bu yana vurma kimi ataq. M1 bərabərdir 8 dənə, daha doğrusu V1 bərabərdir 8 dənə V2-yə. Bu da var A variantında. 19. Üfüqlə bucaq altında cismi atılmışdır. Trayektoriyanın 1, 2 və 3 nöqtələrində cismin impulsunun üfüqi toplananlarını müqayisə edin. Üfüqi toplanan var, şaquli toplanan var. Üfüqi hansıdır? Bax, X oxu üzrə idi. Düzdür? Onda üfüqi toplananda biz demişdik ki, üfüqə bucaq altında atılan cisimlərdə sürətin Y proyeksiyası dəyişirdi, ancaq X proyeksiyası sabit qalırdı, dəyişmirdi. Onda deməli, heç impuls da dəyişməyəcək. Bütün nöqtələrdə bir-birinə bərabər olmuş olacaq. İndi gəlirik 20-ci suala. Burada isə şaquli toplananlar deyir. İndi şaquli toplananları necə götürürük? Yadımızda saxlayaq ki, şaquli toplanan bir cisim yuxarıya getdikcə onun sürəti azalır, aşağıya düşdükcə onun sürəti artırsa, onda deyə bilərəmmi? Cisim ən aşağıda daha böyük sürətlə olar. Onda ən böyük sürət 3-dədir. 1 ilə 2 də eyni nöqtədə olduğuna görə, yəni V-nin Y proyeksiyasından söhbət gedir. Onda 1 ilə 2-nin sürətləri də eyni olacaq. Deməli, 1 və 2 bərabərdir, ancaq 3 bunlardan böyükdür. Bu da var B variantında. Burada mənfiləri də nəzərə almalıyıq. Mən heç bu mənfilərə baxmıram. Bircə dəqiqə. Deməli, gözləyin bir mənfilərə də baxaq. Çünki bu cisimdə baxın, 1-də yuxarıya doğru gedir. Bax, 1-də yuxarıya doğru gedir. Hələ ki, 1-də müsbət Y ox istiqamətindədir. Ancaq 2 ilə 3-də aşağıya doğru getdiyi üçün mənfidir. Yəni, onda nə edərik? Bircə dəqiqə. 1-də müsbətdirsə, ancaq yenə də 1 ilə 2 bir-birinə bərabərdir, mənfisi ilə. 3 bunlardan böyükdür, mənfisi ilə. Onda D variantını götürürük. 21-də cismin impulsunun proyeksiyası zaman qrafiki verilmişdir. Hansı kəmiyyətlərin ədədi qiyməti alfa bucağının tangensinə bərabərdir? Tangens nə idi? Bax, bu hissəni şaqili olanı üfüqi olana bölürdük. P-ni bölürdük T-yə. İndi buradan P deyəndə, yəni delta P-dən söhbət gedir. Çünki sıfırdan başlayıb. Delta P bölünsün T. Biz demişdikmi? F vurulsun T bərabər idi delta P-yə. Onda delta P-ni də T-yə böləndə bizə nəyi verəcək? Qüvvəni. Bu da harda var? Y variantında. Cismin impulsunun proyeksiyası zaman qrafiki verilmişdir. Ona təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası zaman qrafiki hansıdır? İndi, baxın, birinci X oxun əks istiqamətində impuls neyinir? Azalır. Ancaq bir məsələ var ki, indi bunu necə eləyək? İmpulsu harda görsək, gəlin bunu deyim, sonra keçək. İmpulsu harda görsək, onu sürətlə əvəz edə bilərik. Qüvvəni də harda görsək, onu təcillə əvəz edə bilərik. Qrafiklərdə təbii ki. Onda gəlin bunu sürət kimi, təcil kimi düşünək. Bax, birincisi, sürət neyinir? Yuxarıya doğrudur, üzü yuxarı doğrudur. Sürət üzü yuxarı doğru olanda təcil həmişə sıfırdan yuxarıda olurdu. Onda təcili sıfırdan yuxarıda götürdük. Gözləyin. Aha. Sonra ikinci halda isə sürət aşağıdır, üzü aşağıdır. Onda bu səfər təcil aşağıda olmuş olacaq. Bax, bu qrafik harda var? B variantında. Yenə də qüvvənin yerinə təcil yazıram, impulsun yerinə də V yazıram, sürət. Baxın indi, təcil aşağıdadırsa, deməli qüvvənin istiqaməti aşağıya doğrudur, yuxarıdan aşağı doğru. Yuxarıdan aşağıya doğru hansı var? Bircə dənə D var. Vəssalam. Yyirmi 24-də. Yenə, baxın, buranı biz sürət kimi düşünsək. Baxaq, əvəziyyətin prosesini müqayisə edək. Deməli, neyniyək? Bax, bunu necə işləsək yaxşı olar? Dikliyə görə. Hansı daha dikdirsə, oradakı, hansı sürət daha dikdirsə, oradakı təcil də böyük olacaq, daha böyük olacaq. Təcili də qüvvə ilə əvəz eləsək, həmçinin qüvvə də daha böyükdür. İndi baxın, 1 3-dən daha dikdir, görürsünüzmü? Baxın, 1-in dikliyi 3-dən çox daha böyükdür. Yenə deyirəm, tangenslə də bunu əslində işləyə bilərik. Hər dəfə mən vurğulayıram. Ancaq ən rahat yol budur, dikliyə görə. Onda 1 böyükdür 3-dən. Ancaq 2-də sabitdir sürət, görürsünüzmü? Əgər sürət sabitdirsə, biz demişdikmi, təcildə, qüvvədə 0 olurdu əvəzləyici qüvvə. Onda 2 üçün 0 götürə bilərəm. 3 böyükdür 1-dən, 2 də 0-dadır. Onda B variantını götürə bilərik. Aha, 25-ə gəldik.
25-də sərbəst düşən cismin impulsunun modu zaman qrafiki verilmişdir. Həmin qrafikə əsasən hansı fiziki əməliyyatları təyin eləmək olar? Deməli, baxıram ki, burada impuls var. Impulsun başdan sona qədər, yəni delta p-ni də tapa bilərik, son impulsu da, başlanğıc impulsu da və var t. İndi delta p varsa, deməli ft bərabər idi delta p-dən. Delta p də var, t də varsa, demək ki, f-i tapa bilərik. Bu belə. İndi F-i tapdıqsa, F harda var? Bircə dəqiqə ağırlıq qüvvəsi. 1-i tapdıq. F varsa, F nə idi ağırlıq qüvvəsi? mg-dir də. Deməli ki, elə kütləni də tapa bilərik. Da J-nin qiyməti onsuz sabitdir. Söhbət sərbəst düşən cisimdən gedir ki, orada da qüvvə ancaq mg-dir də. İndi düşmə hündürlüyü. Əgər T varsa əlimizdə, düşmə hündürlüyünü də tapa bilərik. Çünki sərbəst düşən cismin hündürlüyünü necə tapırdıq? J T kvadratı bölünsün 2 ilə. J də sabitdir, verilir. 2 də sabit ədəddir. Bir dənə 2-nin T-ni tapsaq, vəssalam. Deməli, biz hündürlüyü də tapa bilərik. T-ni də özləri verirlər. Gəldik 26-cı suala. Cismə təsir edən qüvvələrin proyeksiyası zaman qrafiki verilmişdir. Çizgilənmiş üçbucağın sahəsi ədədi qiyməti nəyə bərabərdir? Ft nəyə bərabər olurdu? Qüvvə impulsuna və ya delta P impulsun dəyişməsinə. Baxın, indi impulsun dəyişməsini götürürük. Çünki qüvvə impulsu yoxdur burada. 27-də burada isə V ilə P-nin qrafikidir. Yəni, belə deyək də, V vurulsun P-dən söhbət gedirsə, baxaq ki, burada hansı düsturdan istifadə edə bilərik? Məsələn, kinetik enerjinin hansı düsturunu bilirdik? mv kvadratı bölü 2-dən başqa. mv-nin yerinə p yazanda olurdu pv bölünsün 2. İndi 2-nin də əhəmiyyəti olmadığı üçün, çünki onsuz da burada fiqurun sahəsi də 2-yə bölünəcək onsuz da. Deməli, v ilə p fiqurunun sahəsi elə bizə kinetik enerjini verə bilər. Bu da var D variantında. 28. İmpulsun proyeksiyasının sürətin proyeksiyasından asılı qrafiki verilmişdir. Aha, grafikin 1, 2, 3 nöqtələrinə uyğun cisimlərin kütlələrini müqayisə edin. M bərabərdir, P bölünsün V-dən. Baxıram ki, M düzdür. Kütlə bunların heç biri ilə asılı deyil, ancaq bu qrafiklərdə onu çıxarmaq olur. Görürəm ki, kütləni P ilə düz kimi düşünsək, P-nin böyük qiyməti kütlənin böyük qiymətidir. V-nin böyük qiyməti kütlənin kiçik qiymətidir. Ona görə biz kütləni axtarmaq üçün P-ni götürməliyik istinad olaraq. Baxın indi, əvvəla onu deyim ki, bax burada bir düz xətt üzərində 2 və 3 bir-birinə bərabərdir. 2 və 3 bir-birinə bərabərdirsə, yəni kütlələri bərabərdir. İndi gəlirəm 1-ə. Baxın indi, hansı daha dikdirsə, yəni P oxuna hansı daha çox yaxınlaşır deyim, meyillənir deyim. Baxın, bu ikinci ox. Deməli, bax, bu 2 ilə 3 birdən böyükdür. Bu ikisi böyükdürlər birdən kütlə olaraq. Dedim axı, P-nin yanındakı daha böyük olmuş olacaq. Onda 2-3 böyükdürsə birdən, bu da var C variantında. Hə, bu suallardan yenə gəldi. Bir də sizə bir şey deyim. Bu iki sual ki var, 29 ilə 28. Nədənsə Qaspirə bu tip suallarda, yəni demək olar ki, mövzuların əksəriyyətində sualın biri səhv verilir. Variantın hansısa biri səhv verilir. Bu variantlardan ikisindən biri səhv olmalıdır. Siz yəni ona aldanmayın. Orada bilmirəm, indi çap səhvi gedib nədirsə problem var. Yəni əsas olan siz gedişata baxın. Yəni siz qaydaya baxın da, yəni cavablara baxmayın. 29-da sürətin yenə də bizdən kütlələri istəyirsə, baxın bu bir düz xəttdir. Buradakı kütlə bir-birinə bərabərdir. 1 bərabərdir 2-yə. İndi 3-ün dikliyi azdırsa, deməli 3-dəki kütlə bircə dəqiqə. Burada sürətdən söhbət gedir artıq. Gözləyin. Sürətdən söhbət gedirsə, V bərabərdir P bölünmüş M-dən. Və görürəm ki, burada və yaxud da ki, M-i yazaq da biz elə. Çünki bizə elə kütlə lazımdır axı. Kütlə bərabərdir M bərabərdir P bölünmüş V-dən. Görürəm ki, bax, bayaq dediyimiz kimi kütlə P-yə yaxın yerdə daha böyük olacaq. Bu səfər bu V-yə doğru yox, P-yə doğru hansı daha çox meyillənir? 3. Onda bu səfər 3 böyükdür 1 və 2-dən. 1-dən 2 də bir xətt üstündə deyə bir-birinə bərabərdir. Onda 3, 1 və 2-dən böyükdür. Bu harda var? Bu da var C variantında. 30. Cismə təsir edən qüvvənin proyeksiyası zaman qrafiki verilmişdir. 10 saniyə ərzində cismin impulsu necə dəyişir? İndi impuls dəyişməsi bərabər idi nəyə? F vurulsun T-yə. Onda neyniyərik? Fiqurun sahəsinə baxarıq. Fiqurun sahəsi nəyə bərabərdir? 10 vurulsun ondan 100-ə bərabərdir.
Düzdür? İndi 100 mənfi olduğu üçün, baxın, buradakı qiymət 20 mənfidir. Mənfi 100-dür. Ona görə deyərəm ki, impuls 100 azalmışdır. 100 azalmış da harda var? A variantında. Baxaq. 31. Plastilin kürələr toqquşaraq birləşdikdə, baxın, indi birləşdirəndə necə hərəkət eləyirlər? İkisi də sağa doğru getdiyi üçün yekunda yenə də sağa doğru gedəcəklər. Solları elə bəri başdan eləyə bilərsiniz. Bu heç. Sonra 3 MV burada var və müsbət 3 MV-dir də. 1 MV də burada var. Topladım, elədi 4 MV. İndi bax bu 4 MV-ni bölürəm kütlələrin cəminə. M burada var, M də burada var. 2 M-ə. İxtisar da getdi, yerdə qaldı 2V. 2V sürəti ilə sağa doğru hərəkət edərlər, D variantı. Əgər impulsun saxlanması qanununu yaxşı bilmirsinizsə, onda o izahları da izləyin və yaxud da onu yaxşı öyrənin ondan sonra. Çünki mən çox detallara girməyəcəm burada. Keçən səfərki dərsimizdə YouTube-da da əslində yerləşdirmişəm. Orada da bunu geniş şəkildə impulsun izahı var. Hər şey yerli-yerində. 32-yə baxaq. Mütləq qeyri-elastiki zərbədən sonra plastilin kürələr nə edirlər? Baxın, başlanğıcda bunun impulsu 2 MV-dir. Hansı 2 MV? Mənfi 2 MV. Bunun impulsu isə müsbət 2 MV-dir. Çünki bir dəqiqə, yerlərini səhv yazdım. Mənfi budur, fərqi yoxdur da, yəni əks istiqamətlərdədir. Biri mənfidir, biri müsbətdirsə və eynidirlərsə cəbri cəmi 0 olacaq. Bu nə deməkdir? Yəni yekunda bunlar dayanmalıdırlar deməkdir. Gəldim 33-ə. Mütləq qeyri-elastiki zərbədən sonra kürələr yerə nəzərən sükunətdə olurlarsa, bu nə deməkdir? Yerə nəzərən sükunətdə qalırlarsa zərbədən sonra, bu deməkdir ki, bunların başlanğıcdakı impulsları bir-birinə bərabər imiş ki, bu mənfi imiş, bu da müsbət, yekunda sıfırlanıblar. Ədədi qiymətləri bərabər imiş. İndi baxın, onda kütlə verilibsə, sürəti bunun tərsinə götürürəm. 3V-ni bu yana götürdük, 1V-ni bu tərəfə. Baxın, kütlə nisbətinin tərsində. Onda V1 3-dür, V2 1-dirsə, 3 bölünsün. 1-dən cavab da eləyəcək 3. 34-də. 34-cü sualda. Mütləq qeyri-elastiki zərbədən sonra kürələr V sürəti ilə sol tərəfə doğru hərəkət edirlər. Yəni, yekunda kürələr birləşəndən sonra sürətləri V-dirsə, onda gəlin eləyək. Başlanğıc impulsu bərabər eləyək son impulsu. Başlanğıcdakı son impuls nədir? Sürət V-dirsə, son impuls M1 ilə M2-ni toplayıram. Vururam son sürətə V-yə. O da bir də mənfi tərəf, sol tərəf olduğu üçün mənfi də götürə bilərik, mənfi ilə. Bərabərdir. Başlanğıc impulsa. Başlanğıc impulsda birinci cisimlə ikinci cismin impulslarının cəbri cəminə baxıram. Birincinin impulsu nədir? M1 vurulsun 4 dənə. Elə gəlin belə eləyək də, vuraq da. Birincinin impulsu müsbət 4 M1V-dir. İkincinin impulsu isə mənfi 2 M2V-dir. Baxıram nə baş verdi. Burada V-lər ixtisar oldu. Onda mənfini içəri yaysaq, mənfi M1 çıxılsın M2, çünki bu mənfini içəri yaysaq bərabərdir. 4 M1 çıxılsın 2 M2. Buradan M2-ni bu yana üstəgəl kimi atanda olur müsbət M2, 1 M2 bərabərdir. Bunu da bu yana mənfi kimi, müsbət kimi atanda 5 dənə M1-ə. Bu da harda var? Deməli, bizə nə edir? M2-nin M1-ə nisbəti, bu da 5-i verəcək bizə, Y variantı. 35-ci sualda. M1 və 3M olan iki kürəcik elastiki yay ilə bir-birinə bağlanıbsa, baxın, bu tip sualları qarşılıqlı hərəkət kimi düşünsək, onda buradan ipi qıranda nə baş verəcək? Bu tərəfə atlanacaq, bu da bu tərəfə. Bu belə. Aha, bunları da nə edirik? Həmişə bax bu durumda mütləq şəkildə sürətləri tərsinə paylayırıq. Məsələn, burada 3, burada 1 deyil, burada 3V deyirik, bura V deyirik. Onda ikincinin sürətinin birincinin sürətinə olan nisbəti 3-də 1-dir. İmpulsu isə bunun da impulsu eynidir, 3MV-dir, bunun da. Yəni impuls yekunda eyni olmalıdır. Nisbətləri də bizə 1 verəcək. Bu da oldu 1 və 3-də 1-in olduğu C variantı. Gəldik 36-cı suala.
Kütləsi 20 qram olan güllə divarı deşib keçir. Aha, bax burada 800 sürətlə gəlir. Burada da 200 sürətlə divarı deşib keçirsə, divara təsir edən qüvvə impulsunun qiyməti. Qüvvə impulsu Ft-dir. Ancaq FT-yə dair məlumat yoxdursa, bunu bərabər eləyirik delta P-yə. Yəni, son impuls çıxılsın başlanğıc impuls. Biraz da açsaq, M-i ortaq vuruq çıxarsaq və son çıxılsın və başlanğıc yaza bilərik. Burada, deməli, M-i yerinə yazıram 20-nin yerinə 0,2 kiloqrama çevirdiyimiz üçün. V-nin yerində var, yəni son sürətin yerində var 200 və 0-ın da yerində var 800. Buradan olur 0,2 vurulsun mənfi 600. Mənfi 600. Buradan da sıfırlar ixtisar getsin. 6 vurulsun 2-dən eləyəcək mənfi 12. Mənfi nə deməkdir? Yəni sola doğru. Bu da oldu B variantı. 37-yə baxaq. Cismin impulsun proyeksiyası zaman qrafiki verilib. Qüvvə əvəzləyicisinin qiyməti və istiqaməti. Qüvvə əvəzləyicisi F bərabər, bax belə deyək də, Ft bərabər idi delta P-yə. Qüvvəni soruşursa delta P-ni T-yə bölə bilərəm. Gəlin yazaq. Delta P-nin yerində nə var? Sondan başlanğıcı çıxaq. Baxın, bu impulsdur. Son impuls nədir? 15. 15-dən çıxıram. Başlanğıc nədir? 45-i. Burada da qaldı mı 30. 30-u da təzədən bölürəm 15-ə. Bu da eləyəcək 2. 2 hansı istiqamətdə? Mənfi olduğu üçün yekunda sola doğru 2. Yəni, X oxunun əksi istiqamətində 2. Bu da var D variantında. Kütləsi 2 ohm olan 2 pilləli raket V sürəti ilə hərəkət eləyir. Yəni, başlanğıcda bunun impulsu nə idisə, son impulsda ona bərabər olmalıdır desək, çünki axı impulsun saxlanması qanunu məsələsi var. Ona görə başlanğıcda bunun impulsu nəyə bərabərdir? Müsbət 2 MV-yə. Niyə 2? Çünki baxın, M2 dənədir. Topladım, oldu 2. Müsbətdə sağa gedir ona görə. Sonra nə baş verəcək? M kütləli ikinci pillə ayrılır. Bax, bu pillə ayrıldı. Və V sürəti ilə əvvəlkin əksinə bu yana doğru getdi V sürəti ilə. Onda 1-in son sürəti. İndi bax, bu başlanğıc impulsumuzdur. Yekunda bunların impulsun cəmi elə bizə 2 MV verməlidir. Yekunda bax, birinci cisim, M kütləli cisim sola doğru gedirsə, olur mənfi MV. İkinci cisim isə sağa doğru gedir. Bilmirik də hansı sürətlə gedir ancaq. Buna da yazıram ki, müsbət, elə hələlik gəlin müsbət X yazaq, sonra müsbət P yazaq daha doğrusu. Sonra indi bunu tapacağıq. Bunu bərabər edirik, bax bu başlanğıcdakı müsbət 2 MV-yə. İndi buradan bax bu mənfi MV-ni bu yana üstəgəl kimi atanda P bərabər olmuş olur 3 dənə MV-yə. Onda P-nin bax bunu da yerinə yazsam MV bərabərdirmi 3 MV-yə. Onda M-lər ixtisar geçir, V bərabər olur 3-ə. Çünki M 1 dənədir axı. Deməli, V 3V-yə bərabər olur. 9-cu sualda. Kütləsi 3 kiloqram olan cisim 20 metr hündürlükdən sərbəst düşür. Aha, bir cisim var, 3 kiloqramlıqdır, 20 metr hündürlükdən sərbəst düşür. Yerlə elastiki zərbə zamanı gəlir, dəyir yerə. Elastiki zərbə nə deməkdir? Yəni, dəyir, geri qayıdır. Dəydi yerə, bir də geri qayıtdı. Cismə təsir edən qüvvənin qiymətini hesablayın. İndi bu cisim hər hansı yerə dəyəndə, hər hansı bir impulsla dəyir və sonra oradan geri qayıdanda həmin impulsla da geri qayıdırsa. İndi bizə deyir ki, qüvvəni tap. Onda Ft bərabərdir delta P-yə. Buradan yenə də F vurulsun T bərabərdir. Deməli, başlanğıc bir sürətlə gəlir. Bax, aşağıya doğru düşür. Aşağını mənfi qəbul eləsək, mənfi P ilə gəlir və geri qaydanda müsbət P ilə geri qayıdır. Onda delta P bərabər olur. Başlanğıcdakı həmin o mənfi P çıxılsın geri qayıtdığı P və yekunda 2P olmuş olur. Yəni, Ft bərabərdir 2P-yə. Buradan da Ft bərabərdir 2 dənə MV. Davam edək. İndi burada baxın, bizə zaman veribdir. Deyir ki, zərbə müddəti 0,3 saniyədirsə, zamanın yerində də 0,3 varsa, bizdən qüvvəni soruşur. Qüvvəni tapmaq üçün götürürük bu 2 dənə MV-ni, bölürük zamana, həmin o 0,3-ə, bu da bizə qüvvəni verir. İndi nə edək? İndi buradan tapmalıyıq. Kütlə var, deməli V-ni tapmalıyıq, sürəti.
Gəlin tapaq. Demək, bir cisim müəyyən bir hündürlük, 20 metr hündürlükdə, hətta hündürlük var. Yerə sərbəst düşürsə, neçə saniyədə yerə çatar? T bərabərdir 2 saniyədə. Hardan bildik? Düsturla da qoyub tapa bilərsiniz. JT kvadratı bölü 2 ilə. Və ya 5-15 ilə də. Görərsiniz ki, 2 saniyə keçdi. Yaxşı, 2 saniyədə bir cisim yerə dəyirsə, yerə hansı sürətlə dəyər? V bərabərdir nəyə? JT-yə. Onda yerə 20 ilə dəyər. Deməli, sürəti tapdıq 20. Onda 2, M-in yerinə 3 yazırıq, özləri verib. V-nin yerinə 20 yazırıq və bölürük 0,3-ə ki, bizə qüvvəni versin. Buradan ixtisarlarımızı aparaq, gəlin. Aha, 3-lər ixtisar getdi. 2 vurulsun 2-dən 400. 400 də var C variantında. Davam edək. 40-cı sualda. Konservativ olmayan qüvvələr hansılardır? Baxaq. Ağırlıq qüvvəsi konservativ qüvvədir. Niyə? Çünki deməli görülən iş trayektoriyadan asılı deyil, yer dəyişmədən asılıdır. 3-də elastiklik qüvvəsi də konservativ qüvvədir, sürtünmə qüvvəsi isə konservativ olmayan qüvvədir. Və bunları ən azından bu 3 dənəni əzbər bilməlisiniz, məcbursunuz buna. Çünki bu adətən düşür. Hətta səhv eləmirəmsə bir dəfə MİQ imtahanına da düşmüşdü. 41-ə baxaq. Heç bir qüvvə təsir etməyən cismin impulsunun proyeksiyası zaman qrafiki hansıdır? Əgər bir cismə heç bir qüvvə təsir eləmirsə, deməli impuls sürət dəyişmir. Sürət dəyişmirsə, impuls da dəyişmir, sabit qalır. E variantı. 42-yə baxaq. Şaquli istiqamətdə yuxarı cisim atılır. Onun impulsun proyeksiyası zaman qrafiki hansıdır? İndi bir cisim şaquli yuxarıya doğru atılırsa, şaquli yuxarıya doğru atılanda nə baş verəcək? Sürət yavaş-yavaş azalır, azalır, 0 olur. Sonra geri qayıdanda başlayır təzədən artmağa. Baxın, indi müəyyən bir qiymətdən başlayır. Məsələn, 30-dan başladı. Gəldi oldu 0, sonra yenidən 30-a qayıtdı. O da hansıdır? Müəyyən bir dəyərdən başlayır, azalır, 0 olur, sonra yenidən artmağa başlayır. Deyərsiniz ki, nə üçün eyni qrafikdir, bunu götürmədim? Çünki burada mənfidən başlamışdı. Yuxarı getdiyi görə biz müsbətdən götürməliyik qiyməti. 43-ə baxaq. İmpulsu P olan mərmi O nöqtəsində 2 parçaya bölündüysə, başlanğıcda bu bizim impulsumuzdur. İndi qəlpələrin 2 qəlpəyə bölünübsə, həmin o qəlpələrin hansılar ola bilər, belə deyim sizə. Baxın, məsələn, bir qəlpə, belə deyək də, qəlpələr bölünüb artıq. Bölünüb və biri bu yanadır, biri bu yanadırsa, deməli başlanğıcdakı birinci qəlpə bu aralıqda yerləşməlidir. Bu nə deməkdir? İndi baxın, başlanğıcdakı budursa, məsələn, deyək ki, bax bu aralıqda ola bilər. Deyərsiniz ki, niyə 1 ilə 3-ün arasında ola bilməz? Çünki 1 ilə 3-ün arasında bundan yuxarıdadır. Mənə lazımdır ki, bax bu həmin onun içində olsun. Bu da ancaq baxın 1 ilə 3-ün aralığında, bax bu intervalda bunu yerləşdirə bilərəm rahat şəkildə. Ona görə mən sadəcə 1 və 3-ü götürə bilərəm. Bu da var A variantında. Burada dama ilə işləyə bilərikmi? Bəli, onunla da işləyə bilərik istəsəz. Məsələn, biz götürdüyümüz bu 1 ilə 3-ün əvəzləyicisi bizə bunu verməlidir. Gəlin baxaq. 1-in x oxunda əvəzləyicisi 0-dır, y oxunda müsbət 1-dir. P3-ün x oxundakı proyeksiyası müsbət 1-dir, y oxundakı proyeksiyası mənfi 1-dir. Yekunda bu da eləyir 0-ın 1-ə. Elə bu da görürsünüz ki, gəldi, bu oldu. Bu cür də yoxlaya bilərsiniz. 44-ə baxaq. Verilmiş cismin impulsunun modulunun, onun kinetik enerjisindən asılı qrafiki hansıdır? Baxaq. Kinetik enerjinin elə bir düsturun yazaq ki, içində impuls olsun. Məsələn, yaza bilərəm. Məsələn, PV bölünsün 2-ni də yaza bilərəm. P-nin kvadratı bölünsün 2, M-i də yaza bilərəm. Görək hansından istifadə eləsək daha yaxşıdır. Verilmiş cisim kəlməsi varsa, o demək ki, kütlə sabitdir. Onda kinetik enerji impulsla kvadratik asılıdır. Ancaq impuls kinetik enerji ilə kökün altında asılıdır. Bu da var C variantı. Davam edək. Verilmiş, yaxınlaşdıraq bunu. Aha. Verilmiş sürətlə hərəkət edən cismin kinetik enerjisinin onun kütləsindən asılıq. Kinetik enerji nə idi? MV kvadratı bölünsün 2 idi, düzdürmü? Burada da verilmiş kütlə deyirsə, kütlə sabitdir. Onda kinetik enerji V ilə necə asılıdır? Kvadratik asılıdır. O da harda var? Harda var? 2-də. 2-də D variantında. Davam edək. Kütlədən deyirik.
Mən də kütlənin tərsinə götürmüşəm. Bizə dəqiqə. Kütlədən deyirsə, verilmiş sürətli deyir. Sürət sabitdir. Kütlə ilə düz birinci dərəcədən asılıdır. Birinci dərəcə harda var? Baxın burada. Sonra 46-da verilmiş impulsla hərəkət edən, bu səfər impuls verilib. İndi kinetik enerjini elə bir düsturun yazaq ki, impulsdan kütlə olsun. Məsələn, yaza bilərəmmi? P kvadratı bölünsün 2m. İndi nə deyir? İmpuls sabitdirsə, enerji kütlə ilə necə asılı olmuş olacaq? Tərs asılı. O da harda var? 1-də A variantı. Məsələn, bunu çarpıb o birisi düsturla yazsaz, orada artıq düz asılı olmuş olacaqdı. 47-də sərbəst düşən cismin tam mexaniki enerjisinin onun ani sürətindən asılığı asılıdırmı, deyilmi? Nə ani həmin hündürlükdən asılı deyil, nə də ani sürətdən. 48-ə baxaq. Ağırlıq qüvvəsinin təsiri altında baş verən hərəkətdə cismin kinetik enerjisi zaman qrafiki verilmişdir. Bu qrafik hansı hərəkətə uyğundur? Baxıram ki, kinetik enerji vaxt keçdikcə azalır, azalır, sonra başlayır artmağa. Baxaq. Və bu kvadratik azalıb, kvadratik artırsa, sıfırda olmur. Görürsünüzmü? Sıfıra da dəymirsə. Baxıram ki, burada nə var? Sürətin bir azalması var, bir çoxalması var. Məsələn, deyərdim ki, şaquli yuxarıya atılmadır. Əvvəlcə azalır, sonra artır. Ancaq sıfır olmur axı. Onda deməli bu üfüqə bucaq altında atılmadır ki, o deməli hərəkətin sürətin y proyeksiyası azalır, sonra artır, ancaq x proyeksiyası sabit qalır. Ona görə də elə şaquli yuxarı atılmanı götürə bilər. Üfüqə bucaq altında atılmanı götürə bilərəm. Bu da harda var? Y variantında. Sonra 49. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin koordinat zaman qrafiki verilmişdir. Cismin kinetik enerjisinin koordinatdan asıllıq qrafiki hansıdır? Deməli, koordinatdan asılılığı deyirsə. Bəlkə biz belə eləyək. Baxın, biz bilirdik ki, delta Y kinetik enerjinin dəyişməsi bərabərdir görülən işə. Yəni, F-S-ə və ya F-X yazaq elə buradan koordinata. İndi baxın, F-X baxın, burada var müəyyən bir deməli, F də düzdür, asılıdır, X da varsa və mənfidirsə F-X. Bax, burada fiqurun sahəsindən tapsaq, fiqurun sahəsi S mənfidirsə, deməli, kinetik enerjidə mənfi azalmağa doğru gedə bilər ancaq. Başa düşürsünüzmü? Əgər görülən iş mənfidirsə, deməli, sürət azalırmış orada. Yəni, qüvvə ilə sürət əks istiqamətlərdəymiş. Ona görə də azaldığını götürə bilərik. Bu da var B variantında. 50-ci sualda. Düz xətli hərəkətdə cismə təsir edən qüvvələrin əvəzləyicisinin koordinatdan zaman asılı qrafiki verilib. Cismin kinetik enerjisinin koordinatdan asıllığına baxaq. Aha, burada necədir? Baxın, indi iki dənə sualın arasındakı fərqə gəlin baxaq. Bax, bayaqlarım, deməli, qüvvə sabit idi. Qüvvə sabit olduğu üçün kinetik enerjini biz bir xətt aslı götürdük. Yəni, tərs aslı götürsəydik, xətti götürdük. Burada isə qüvvə artandır. Qüvvə artansa, kinetik bu səfər kvadratik artacaq. 51-ə baxaq. Yaylı tapançadan üfüqi istiqamətdə atəş açılır. Güllənin başlanğıc kinetik enerjisinin yayın sıxılmasının modulundan asıllıq qrafiki hansıdır? Baxaq. Güllənin başlanğıc kinetik enerjisinin. Burada məsələn enerjiləri bərabərləşdirə bilərik. Yazarıq ki, m v kvadratı bölünsün 2 bərabərdir k x-in kvadratı bölünsün 2. Buradan ikilər onsuz sabitdir. Bizə nə deyir? Potensial enerji yox, kinetik enerjinin yayın sıxılmasından asıllıq qrafiki. Yaxud da ki, elə bura kinetik enerji yazaq. Y kinetik birbaşa. Bərabərdirsə k x-in kvadratı bölünsün 2. Görərəm ki, x kvadratı ilə kvadratik asılıdır. Və kvadratik də harda var? Y variantında. Baxın, 2-də. Cismə təsir edən ağırlıq qüvvəsi müsbət iş görərsə. Müsbət iş görərsə nə deməkdir? Yəni, cisim yuxarıdan aşağı düşür deməkdir. Cisim yuxarıdan aşağı düşəndə kinetik enerji nə edir? Yəni, sürət artdığı üçün yeniləşən hərəkətdə axı kinetik enerji də artır. Onda məcburən potensial enerji də azalacaq. Həm də ki, elə aşağı düşəndə hündürlük azaldığı üçün potensial enerji də azalır da. Artar, azaların olduğu C variantı. Gəldik 53-ə.
Aslı qrafiki verilmişdir. Əsasən kəmiyyətlərini təyin eləmək olar. Fx. Baxın, burada delta F var və x var. Yəni görülən iş, fiqurun sahəsi ilə biz işi tapa bilərik. Sonra fiqurun sahəsi ilə biz delta kinetiki də tapa bilərik. Düzdürmü? Kinetik enerjinin dəyişməsini. Sonra kinetik enerjinin dəyişməsini tapa bildik. Bunu da tapa bildik. Cismin kinetik enerjisini tapa bilmərik. Niyə? Çünki məlumat verilmir. Məsələn, desəydi ki, sükunətdən başlayır, hə, deyərdim taparıq. Sonda durur, yenə tapardıq. Yəni, kinetik enerjinin deltasını tapa bilərik. Başlanğıc, son sıxılması. Konkret özünü tapa bilmərik. Ona görə 1 və 2-ni götürə bilərəm ancaq ki. 54-də. Kinetik enerji haqqında teoremin ifadəsi hansıdır? Aha, kinetik enerji görülən iş bərabərdir kinetik enerjinin dəyişməsi. Ona da yazırlar Y kinetik 2-dən çıxıram Y kinetik 1-i. İndi burada isə elə gəlin yaxşı ard-ardadır. Bax, indi burada isə potensial enerji. Baxın, potensial enerji də işə bərabərdir. Ancaq potensial enerji də 1-dən çıxıram Y2-ni, Y potensial 2-ni. Kinetikdə sondan başlanğıcı çıxırdıq. Potensialda isə başlanğıcdan sonu çıxırdıq. İndi onda burada harda olacaq? 1-dən 2-ni çıxırıqsa B variantında. 56. V1 bərabərdir V-yə, V2 bərabərdir 5V sürəti ilə hərəkət edən iki cismin kinetik enerjiləri eynidir. Kinetik enerjiləri Y1 bərabərdirsə Y2-yə və kinetik enerji nə idi? mv kvadratı bölünsün 2. 2 onsuz da sabitdir, ələnəcək. Baxıram ki, bunlar sabitdirsə, kütlə ilə sürət bir-biri ilə tərs asılıdır. Onda bu durumları belə işləyin həmişə. Deməli, yazıram M1 bölünsün M2 bərabər olsun, tərs asılı olduğu üçün V2 bölünsün V1-ə. Buradan da V2-nin yerində 5V var. Bunu da 1-ə böləndə eləcə 5 eləyəcək A variantı. Davam edək. Bir dəqiqə. MV kvadratı bölünsün 2-dən. V-nin kvadratı 2 yazaq burada, üzrlü sayın mənim. Deməli, V2-nin kvadratı, V2 nə idi? 5. 5-in kvadratı olacaq 25. Bir dəqiqə bunu keçirdə bilər və yer yoxdur. 25 bölünsün 1-dən 25 olacaq. Kvadrata yüksəltməyi unutdum. 57. Cismin kinetik enerjisi 40 jouldur. Ona təsir edən qüvvələrin əvəzləyicisi isə 10 joul iş görərsə, kinetik enerji nə qədər olar? Baxın indi, kinetik enerjinin deltası, delta Y kinetik bərabərdir görülən işə. Buradan kinetik enerjisi gözləyim bir dəqiqə. Başlanğıcda deməli bunu eləyək biz. Kinetik iş. İşin yerinə yazıram 10 bərabərdir. Baxın, görülən iş, görürəm ki, bu kinetikdən böyükdürsə, deməli bu kinetikin başlanğıc qiymətidir. Onda yazıram 40 başlanğıc qiyməti, son qiymətidir. Və yaxud da böyükdür, lap başlanğıc olsun, son olsun. Yəni kinetikin başlanğıcından sondan başlanğıcı çıxmırıq. Böyük olan hansıdır? Deməli 40-dır. 40-dan çıxıram kinetik enerjinin son başlanğıc qiymətini. Bərabər elədimsə ona, deməli burada var imiş bircə dəqiqə. Bir dəqiqə, mən bunu qarışdırdım. Gözləyin. Cismin kinetik enerjisi 40 jouldursa, ona təsir edən qüvvələrin əvəzləyicisi 10-dursa, işin yerinə yazıram 10. O da bərabərdir. Delta son kinetikdən çıxıram başlanğıc kinetiki. Düzdürmü? Cismin kinetik enerjisi. Bu başlanğıcdadır. Əvvəlcə 40 imiş. Deyir, sonra nə qədər olacaq? Onda sonrakı son kinetikdən çıxaq bu başlanğıcı 40-ı. İndi son enerjini tapmaq üçün nə edirik? Bu 40-ı bu yana üstəgəl kimi atırıq. Bu da olur 10 bərabərdir son ki. 10 nə idi? 40 ilə 10, 50. 50 kinetik enerji. A variantı. 58-də cismin kinetik enerjisi koordinat qrafiki verilmişdir. Fx proyeksiyasını hesablayın. İndi biz yenə də nə bilirdik? Delta Y kinetik bərabər idi deməli görülən işə. O da bərabər idi Fx-a. İndi buradan F'i tapır, soruşursa, kinetikin deltasını X-a böləcəm. Delta kinetik nəyə bərabərdir? 60, 20-dən 60-ı çıxdım, nə qaldı? 40, mənfi 40. Mənfi 40-ı da X-a, yəni 10-a böləcəyik. Bu da elədi mənfi 4 Z variantı.
59. Verilmiş yayın uzanmasının, onun potensial enerjisindən asılı qrafiki hansıdır? Onda enerji bərabərdir k x-in kvadratı bölünmüş 2-dən. Verilmiş yay kəlməsi varsa, deməli x sabitdir, k sabitdir. Enerji x-dən kvadratik asılıdır, x enerji ilə isə kök altında asılıdır. Və bunların yerini səhv götürməyin heç vaxt. Bu da oldu C variantı. 60-a baxaq. Cisimlərin C-D səviyyəsinə görə hansı potensial enerjiləri eynidir? Onların görə potensial enerjiləri eynidir. Onların kütlələrinin nisbətini hesablayın. Baxın indi. Potensial enerji nə idi? mgh idi. Gəlin bax birinci burada yazıq. Bu yəqin ki bu m1-dir. Yaxşı görsənmir. m1 kimi düşünəcəm bunu. Yazıram ki m1 j h-ın da yerinə 3 burada, 1 burada. 4h. 4h. Bərabər eləyirəm. İndi keçirəm bu yana. Burada M2, J, H-ın da yerinə eləcə 1H yazacağım. H. Buradan nə soruşur? M-ləri. Baxın, J-lər ixtisar olur, H-lar ixtisar olursa, M2-ni M1-i bu yana bölmə kimi atsaq, o da 4-ə bərabər olmuş olacaq. D variantı. Sonra qrafikin A nöqtəsinə uyğun potensial enerji isə jouldur. İndi baxırıq. Deməli burada tam enerjimiz 20-dirsə, onun kinetikinə 4 düşübsə, potensial da olacaq 16-da. Bu da oldu B variantı. Sonra digər 62. Üfüqlə bucaq altında atılmış cismin maksimal kinetik enerjisi 80 joule. Minimal kinetik enerjisi 20 jouldur. Həmin cismin potensial enerjisi neçə jouldur? Baxaq. Baxın, üfüqə bucaq altında atılan cisim var. Bax, bu formada atılır. Bu cisimdə bu sürətin bir dənə x proyeksiyası olurdu, bir dənə də y proyeksiyası olurdu. Düzdürmü? Deməli, bu gəlib təpə nöqtəyə çatanda sürətin y proyeksiyası 0 olurdu. Və y bərabər olurdu 0-a, yalnız vx-a bərabər, vx qalırdı yerdə. Elə ki, başlanğıcda başlayanda isə həm y proyeksiyası maksimal olurdu, onsuz da x da dəyişmirdi də. Deməli, kinetik enerji, cismin maksimal kinetik enerjisi bu aşağıdaymış, yerdə olanda. Onda maksimal kinetik enerji 80-dirsə, minimal kinetik enerji isə təpə nöqtəsində yalnız vx var imiş. Yəni, minimal kinetik enerjisi 20 joule-dursa, onda yazıram ki, m və y kvadratı bölünsün 2 bərabərdir 20-yə. Maksimal potensial enerjisi. Bax, yerdə isə, bax burada, kinetik enerjisi maksimaldır, 80 joule-dur. Yəni, burada artıq potensial enerji yoxdur. Tam enerji elə 80 joule-a bərabərdir, düzdür? Burada isə sadəcə həm kinetik enerji var, həm potensial enerji var. İndi kinetikə 20 düşübsə, potensiala nə qalıb? 60 qalıb da. Çünki axı tam enerjimiz 80-dir, onda 60 da Y variantı olacaq. 63-də də ona bənzərdir. Görək burada nə var. Üfüqə bucaq altında atılan cismin maksimal kinetik enerjisi 80 joule-dur. Yenə də tam enerji elə maksimal kinetikə bərabərdir başlanğıcda. Minimal kinetik enerjisi 20-dir. Bu da o deməkdir ki, kinetik enerji 20 olduğu anda potensialda 60 imiş. Bunu da yazaq bura. Sonra davam edək. Cismin tam mexaniki... Bu eyni şey deyil bunlar. Burada tam mexaniki enerjisi. Tam mexaniki enerji elə maksimal kinetik enerjiyə bərabərdir. Sualın forması fərqliymiş. 64-cü sualda üfüqlə bucaq altında atılmış cismin maksimal potensial enerjisi onun minimal kinetik enerjisindən 4 dəfə böyükdürsə, bax bunu necə hesablayırıq? Deməli, maksimal potensial enerji onun minimal kinetik enerjisindən 4 dəfə böyükdürsə. Minimal kinetik enerji təpə nöqtəsində olur. Yəni, sadəcə Vx-dan ibarət olur. Potensial da ondan 4 dəfə böyükdürsə, bax, bu durumda əgər potensial kinetikdən 4 dəfə böyükdürsə, deməli, bizdən nəyi soruşur? Cismin başlanğıc sürətinin üfüqlə əmələ gətirdiyi bucağın tangensini soruşur. Üfüqlə əmələ gətirdiyi bucağın tangensi soruşursa, yəni, tangens hansı idi? Bu y-i x-a bölürdük. Onda bunu elə hazır düsturla işləsəz daha yaxşı olar. Əgər 4 dəfə böyütsə, deməli o da ondan 2 dəfə 2-yə böyük olacaq. X də y də x-dan 2 dəfə böyük olmuş olacaq.
65-ə. Ancaq yenə də xatırladım ki, sertifikasiya imtahanı verəcək müəllimlər ki, əksəriyyətiniz onlar izləyir. Bu füqə bucaq altına atılan cisimləri keçin. Yəni onları heç dinləməyin də, öyrənməyin də, ehtiyac yoxdur. Şaquli yuxarı atılmış cismin potensial enerjisi 20 joule artanda kinetik enerjisi neyniyər? 20 joule azalar. Çünki yuxarı getdikcə H artır, əvəzində sürət azalır. Burada azalar harda var? A variantında. A və B cisimləri sərbəst düşürlər. Yerə düşən anda onların kinetik enerjilərinin nisbətini hesablayın. A ilə B sərbəst düşürlər. Yerə düşən anda onların kinetik enerjilərinə baxaq. Deməli, belə bir şey deyə bilərik. Sərbəst düşən cisimlərin maksimal nöqtədəki potensial enerjiləri elə onların aşağıdakı kinetikinə bərabərdir. Yəni, kinetikləri tapmaq üçün elə onların maksimaldakı potensialını tapa bilərəm də. Məsələn, A nöqtəsi üçün mgh-ın yerində 2m, H-ın da yerinə 2H yazsaq, gəlirəm indi B nöqtəsinə. B nöqtəsində də M-in yerində var M bölü 2, H. Baxıram ki, 2 vur 2-dən 4, bu da bundan 8 dəfə. 4, 2 vur 4-dən 8 dəfə böyükdür. Birinci, ikincidən 8 dəfə böyükdür. Və birincini də ikinciyə böləndə elə 8 verməlidir bizə. Davam edək. 67. A və B cisimləri şaquli istiqamətdə yuxarı atılmışdır. Onların maksimal, baxın yenə də, maksimal potensial enerji deyirsə, elə minimal kinetik enerjini tapsam kifayət eləyər. Onda birinci üçün yazıram M, V kvadratı bölü 2, 2-lər onsuz da ixtisar gedəcək. İkinci üçün 2M, V-nin yerinə 3-ün kvadratı olan 9-un kvadratını yazsaq, M-lə, burada var 1, burada var 9 vur 2-dən 18. Onda 1-i də 18-ə böləndə 1 bölü 18 edir. 68-də kinetik enerjilərin nisbəti nəyə bərabər olar? 68 biz necə yazırıq? Həmişə impulsa görə, bax, ortada belə bir yay varsa, deyirsə ki, yay qırılanda nə baş verəcək, sapı kəsəcəklər, nə edəcəklər? Bu tipli sualda həmişə sürəti kütləyə tərs paylayırıq. Bura yazırıq 3V, bura yazırıq 1V. İndi gəlin kinetik enerjiyə baxaq. Buranın kinetik enerjisi olacaq, deməli, M 3 kvadratı olacaq 9-un kvadratı. 2-yə tay ixtisar edir deyə demirəm. Burada isə olacaq 3m v-nin kvadratı. Baxın, deməli, ikinci birincidən kiçikdir. Neçə dəfə? 3 dəfə. Yəni, 69-cu sualda nə edirik? Müəyyən yayı x qədər uzatmaq üçün 40 joule iş lazımdırsa, onda nə edək? Kx-in kvadratı bölünsün 2 bizə verirdi potensial enerjini. Potensial enerjinin dəyişməsi də axı görülən işə bərabər idi mənfi ilə. Ancaq onsuz da söhbət yaydan gedəndə elə potensial enerjinin son qiyməti elə onun görülən işə bərabərdir, yəni deltasına bərabərdir. Onda yaza bilərəm ki, kx-in kvadratı bölü 2 bərabərdir görülən işə. Sonra deyir ki, bir-birinə ardıcıl birləşdirilmiş 4 dənə belə yay həmin x qədər uzatmaq üçün, yəni x sabitdir, bu 2 də onsuz da sabitdir. İndi 4 dənə yay olanda sərtliyi necə tapırdıq ardıcıl birləşmədə? Bölürdük də sayına 4-ə. Neynədir sərtlik? Azaldı. Sərtlik azaldısa, deməli görülən işi də azaltmaq lazımdır. Çünki bunlar düz asılıdır. Neçə dəfə? Elə 4 dəfə. Başlanğıcda 40 idisə, sonra olacaq 40 bölünsün 4. Yəni 10. 70. Müəyyən yayı x qədər uzatmaq üçün yenə 40 joule iş görmək lazımdırsa. İndi bu səfər paralel deyir. Paralel deyəndə 4-ü vurur, K-nı vururuq 4-ə. Bu səfər həmin iş görmək üçün eyni bayaqki düstura əsasən. Onda görülən iş 4 dəfə artmalıdır. 4 vurulsun 4-dən 16, 160 olmalıdır bu səfər. Sərbəst düşən cismin potensial enerjisinin kinetik enerjisindən asıllıq qrafiki verilmişdir. Qrafikin A nöqtəsinə uyğun kinetik enerji nəyə bərabərdir? Aha, baxaq A nöqtəsinə uyğun. Bu nədir belə? Y kinetik bərabərdir 3 dənə Y potensialasa. Bax, məsələn, burada Y kinetik hansıdır bunun heç? Təxmini oxuyuram. Yəqin ki, bura Y kinetikdir. Bura potensialdırsa. Yox, sual işarəsi buradadır. Kinetik buradadır, potensial buradadır. Və bizə deyir ki, kinetik enerji 3 dənə potensiala bərabərdirsə. Mən tam başa düşmədim. Elə başa düşürəm ki, deyir kinetik bərabərdir 3 dənə Y potensiala. Bu cür düşünüb hesablayıram. Ola bilər səhv cavab çıxsa, deməli yerləri yaxşı görməmişəm. Çünki bu tam görsənmir. Onda
Məsələn, bax bu kinetik potensial enerji var ha. Potensial enerji kinetik enerjidən 3 dəfə kiçik olduğu üçün bura bir kinetik enerji yazsam, bura da yazmalıyam 3 dənə Y kinetik. Toplam olmalıdır 4 dənə Y kinetik. Tam enerjimiz bunların cəmi. Onda yazıram 4 dənə Y kinetik bərabərdir. Tam enerjini burada 60 veribmi? 60-a. Onda Y kinetik də bərabərdir 15-ə. 15 harda? Bizdən elə kinetiki soruşur, onda B variantını götürərəm. Əgər yerlərini düz götürmüşəmsə. Səhv götürmüşəmsə də, onda yəqin bu 3-ü bura atmalıymışamsa da. Onda 15 vurulsun 3-dən 45 eləyəcək. Cavab ya 45 olmalıdır, ya A 15. O da ki, bilmirəm. Buradakı bax işarələr görsənmir. Yəni bəlkə kimdəsə kitab varsa, daha yaxşı görsənirsə, o daha rahat işləyə bilər. H1 və H2 hündürlüklərindən sərbəst buraxılan cisimlər O nöqtəsindən mütləq qeyri-elastiki toqquşaraq dayanırlar. Aha, onda H1, H2 nisbətini tapın. Bu nə deməkdir? Deməli, başlanğıcda bunun kinetik enerji, tam enerjisi ilə bunun tam enerjisi bir-birinə bərabər imişlər ki, burada gəlib dayanıblar. Əks halda digər tərəfə hərəkət edərdilər. Onda yazıram ki, M nə deyir bunları? Kütlələri eynidir, hə? Cisimlər, yox, kütlə də fərqlidir. Buna yazıram MGH, MGH1. Bu tərəfdə də var, M-in yerində 2M, GH2. Burada da M-lər, J-lər ixtisar getsə, H1 bərabər olacaq 2 dənə H2-yə. Onda H1 2 dəfə böyükdürsə, nisbəti də 2-yə bərabər olacaq A variantı. Davam edək. Yetmiş 3-ə baxaq. Cisim A nöqtəsindən sərbəst düşür. B nöqtəsinə onun kinetik enerjisinin potensial enerjisinə nisbətini hesablayın. Bax, bu B nöqtəsində. Əvvəla onun tam enerjisini tapaq. Tam enerji bərabərdir. Bax, 1, 2, 3. 3 dənə MGH-a. İndi B nöqtəsində bunun tam enerjisinin yerinə yazıram 3 MGH bərabərdir. Kinetik üstəgəl potensial. Potensialının yerində var 1 MGH. Üstə gəlsin kinetik. Onda kinetik nəyə bərabər olmuş oldu? Bunu çıxma kimi atanda 2 dənə MGH-a. İndi bizə deyir kinetiki potensiala böl. Kinetikin yerində 2 MGH var, potensialında 1. 2 bölünsün 1-dən cavab eləyəcək 2 D variantı. Yetmiş 4-də. Şaquli istiqamətdə yuxarıya atılmış cismin kinetik enerjisinin potensial enerjisinin asılı qrafiyi verilibdir. Bax, burada yenə də baxın, görsənmir ki, burada hansını deyir. Bu tamam görsənmir ki, kinetik hansıdır, potensial hansıdır. Bunu bayaq birini elədik, ona baxıb işləyə bilərsiniz. Sonra 75-ə də baxaq, bitirək. Çünki suallar çoxdur, vaxtda yoxdur. 75-də V0 başlanğıc sürətlə cismin şaquli istiqamətdə yuxarı atılmışdır. Cismin potensial enerjisi kinetik enerjisindən 8 dəfə böyük olan anda gəlin göstərək. V0 başlanğıc sürətlə cisim şaquli istiqamətdə yuxarıya atılırsa. Aha. Cisim potensial enerjisinin kinetik enerjisindən 8 dəfə. Bax, başlanğıcda bu V0 ilə atılıbdır. Və bir potensial enerji olmadığı üçün yazıram tam enerji bərabərdir. Elə M V0-ın kvadratı bölünsün 2-yə. Bu bizim tam enerjimizdir. Sonra gəlir müəyyən bir hündürlüyə çatanda tam enerji bərabər olur kinetiklə potensialın cəminə. Tam enerjinin yerində yazıram M V0-ın kvadratı bölünsün 2. Sonra deyir ki, potensial enerji kinetikdən 8 dəfə böyükdür. Onda kinetikin yerinə 8 dəfə böyüksə yazıram Y kinetik. Üstə gəlsin. Potensialın yerinə 8 dənə Y kinetik yazıram. Çünki 8 dəfə böyükdür axı. İndi gəlin hesablamamızı aparaq. İndi buradan tam enerjimiz M və 0-ın kvadratı bölünsün 2 bərabər olur 9 dənə Y kinetikə. Y kinetikində yerinə yazıram M V ani qiymətdə sürətin V bölünsün M V kvadratı bölünsün 2. Burada 2-lər onsuz da ixtisar getdimi? Getdi. M-lər ixtisar getdimi? Getdi. Bizdən nə deyir? V aninin qiymətini soruşur. Onda V aninin qiyməti, hamısı baxın kvadratikdir. Hamısını kök altına salsaq, yəni sadələşdir, daha doğrusu kvadratdan azad eləsək, V ani bərabər olacaq. Bax, buradakı V0 bölünsün 9 dənəyin kvadratı idi 3-ün.
3-ə. Bu da var bu variantında.